Aha. 12-ci tapşırığı kim başa düşməyibsə, yəni onu izah eləyək. Bir dəqiqə mən qələm gətirim. Aha. Hə, uşaqlar, gəlin baxaq. Burada deməli, nədir bu? Hansı fiqurdur? Kim deyər? Böyük fiqur hansıdır? Kub. Kubdur, bəli. Çünki kubun nədir? Demişik ki, bütün tilləri bərabərdir. Əslində biz bu dərsi keçməmişik uşaqlar. Sadəcə 5-ci sinifdə bir məsələ idi, mən atdım. Yəni mənim bunun xırdalığına baxmamışım. İndi 5-ci sinifi keçib qutaran uşaqlar var idi. Yəni yaza bilərdilər deyə atdım mən bunu sizə tapşırıq kimi. Dedim fərqlilik olsun. Elə əbubdan, əkobdan biraz ayrılaq. Ona görə. Deməli uşaqlar, ümumiyyətlə kub və kuboid fəza fiqurlarıdır. Elə danışmışkən başdan başlayaq. Həndəsi fiqurları iki cür olur. Düzdür uşaqlar? Biri var müstəvi həndəsi fiqurlar, biri də var fəza həndəsi fiqurlar. Uşaqlar, müstəvi həndəsi fiqurlar nədir? Müstəvi deyəndə nə başa düşürsünüz? Ümumiyyətlə deyin görün mənə, müstəvi deyəndə nə başa düşürsünüz? Kim nə başa düşür müstəvi deyəndə? Müstəvi sayda. Müəllimə, Bəli. müstəvi yəni məsələn stolun səthi, Ay, sağ ol. Bəli. ondan başqa hansısa bir yəni əşyanın səthi, partanın səthi. Bəli. Yəni müstəvi deyəndə uşaqlar kitabımızın üzü, dəftərin üzü, lövhənin üzü və s. də səth belə deyək. Və burada çəkilən fiqurlar, müstəvi həndəsə fiqurları hansılardır? Baxın, müstəvidə çəkirəm düzbucaqlı, çəkirəm kvadrat və yaxud oval, sonra indi burada olanlardan götürürəm, çəkirəm romb, paraleloqram ola bilər. Paraleloqram ola bilər, bu da romb oxşadı. Sonra trapesiya, başqa dairə. Bunlar müstəvi həndəsi fiqurlardır. Və gəlin görək, nədir ki bunlar? Müstəvi həndəsi fiqurların uşaqlar, biz yalnızca bax bu üzünü görürük. Görürsünüz, bax bir üzünü görürük. Müstəvi həndəsə fiqurların biz bir üzünü görürük. Amma baxın, bu fəza fiqurlarıdır. Fəza da nə deməkdir? Fəza da göy deməkdir də. Bilirsiniz, fəza cisimləri deyirik. Göy cisimləri, günəş, ay, ulduzlar və s. Baxın, indi mən ekranı açmıram, amma adətən belə başa salıram ki, əlimizdə tutaq ki, göydə nəsə tutmuşuq. Bax, bir kubu götürün, fikirləşin, evinizdə olan kub ola bilər, silindr formasında başqa bir ola bilər, nəsə bir fiqur. Əlimizdə tutanda, sanki onu biz göydə tutmuşuq və biz onun neçə üzünü tuturuq? Daha doğrusu görürük, neçə üzünü görürük? Bir neçə üzünü görə bilirik, düzdür? Çünki o fəzadadır, sanki o göydə tutulubdur. Ona görə göydədir də, belə bir təsəvvür eləsək. Biz onun bir neçə üzünü görürük. Baxın, müstəvi fiqurların bir üzünü görürük. Amma bax, bu fəza fiqurlardır. Görürsünüz, üstün görürük. Üstünü görürük. Sonra ön tərəfini görürük, yan tərəfini birini görə bilirik. Hətta indi el olar ki da, yəni başqa bir tərəflərini, yəni bir neçə üzünü görürük. Deməli uşaqlar, müstəvilərlə fəzanın ilk fərqi nə oldu? Müstəvi həndəsi fiqurların bir üzünü görürük, fəza həndəsi fiqurların bir neçə üzünü görürük. Və başqa nə deyim ki, müstəvi həndəsi fiqurların da məsələn sahəsini tapa bilirik. Ən çox sahə tapılır, perimetr tapılır. Amma fəza həndəsi fiqurlarında sahə də var, anlayışı var təbii ki. Amma indi burada həcmdən söhbət gedir. Və gəlin elə kubdan danışaq. Kub uşaqlar 6 üzü var və hər bir üzü müstəvi həndəsi fiqur olan kvadratlardan ibarətdir. Kubun hər bir üzü kvadratdır. Biz də bilirik ki, kvadratın bütün tərəfləri bərabərdir. Ona görə də 6 dənə eyni üzlü bir fiqurdur. Kub 6 üzü var. Baxın uşaqlar, üzün nə olduğunu bildik. İndi gəlin bir dənə
Baxaq, bu təpəsidir. Bax, bunlar. Bax, bu birləşən nöqtələr, bunlar. Yəni, bu tildir, til. Bax, bu xətt tildir. Bax, bu xətt tildir, til. Hamısını eyni rəngdə eləyəcəm, çaşacaqsınız. Bax, onlar tildir, uşaqlar. Tilləri birləşdirən, yəni bu xətlər, bax, tilləri birləşdirəndə, tilin birləşdiyi belə deyək, bu xətlər olur təpəsi. Deməli, kubun neçə dənə təpəsi olur? 4-ü yuxarıda, 4-ü aşağıda. 8 dənə təpəsi olur, düzdür? İndi bura bu kəsilib deyə göstərə bilmirəm. Və neçə dənə də tili olur? Bax, tildə bax bu xətlərdir. Saysaq bu xətləri 12 dənə də, bəli, 12 tili, 8 təpəsi, 6 üzü. Uşaqlar, kubla, bu da kuboiddir. Eynidir. Üzlərinin sayı, təpələrinin sayı, tillərinin sayı eynidir. Sadəcə fərqi ondadır ki, kubun bütün üzləri kvadratdan ibarətdir. Kuboidin üzləri isə düzbucaqlıdan ibarətdir. İndi ola bilər 2 üzü kvadrat ola bilər, yəni qarşımıza elə də çıxacaq. Amma adətən 6 üzü də nədən olur? Düzbucaqlıdan ibarət olur. Bugün elə kubdan, kuboiddən əsas danışaq. İndi gəlin burada həcminə baxaq. Bax, kubun deməli, ümumiyyətlə birinci tilindən əsas burada til gedir söhbət. Baxın, til nə deyirdi? Bax, müstəvi həndəsi fiqurlarda bax buna eyni uzunluğu deyirdik də, düzdür, A, B. Eyni uzunluq deyirdik. İndi burada isə həmindir, eyni şeydir. Sadəcə bu til adlanır, til. Deməli, bunun da olacaq eyni, bax, A deyirəm eyninə, uzunluğu, buna B desəm, bir də var hündürlüyü C deyirəm. Deməli, eninə A deyirəm, uzunluğuna B deyirəm, hündürlüyünə C deyirəm. Bəzən uşaqlar hündürlüyünə H ilə də göstərilə bilir. İndi gəlin həcmi yazaq. Həcm V-dir. V bərabərdir. Ən asanı həcmidir. Eynin, uzunluğun, hündürlüyün bir-birinə vururuq. A vurulsun B, vurulsun C. Bu oldu nədə? Kubda. Burada əslində uşaqlar bircə dəqiqə kub üçün AA olmalıydı hər tərəfi. Mən unutdum. Bəli, AA olacaq hamısı. Düzdür. Hamısı A olacaq. Axı bu kubdur. Bütün tərəflər dedik bərabərdir. Mən birinci kuboidi nəzərdə tutub danışdım. Gəlin kuboidə də yazaq A, B, C. Onda kuboidin olacaq A vurulsun, B vurulsun, C. Amma kubda isə olacaq nə? A vurulsun, A vurulsun, A. Deməli, uşaqlar, bu oldu kubun həcminin düsturu. A vurulsun, B vurulsun, C də olacaq kuboidin həcminin düsturu. İndi uşaqlar, vahid məsələsi var. Bəli. Mən də orada yazdı Z balaca kuba. A vur, B vur, C. Mən də orada 36 vur, 46 vur, 28 olur. 34, 46, 28. Bəli, eni 34, hündürlüyü 28, uzunluğu da 46. Əvvəlcə biz bunu tapa bilərik. Lap birinci əslində kubun həcmini tapmalıyıq. Kubun həcmin. Kubun həcmi bilirik ki, hamısı 78 isə 78 vurulsun 78 olacaq. Bir də uşaqlar, o vahid deyirdim ki, santimetr bilirik ki, uzunluq ölçü vahidi santimetrdir. Amma bəs kubun ölçü vahidi nədir? Görüm kimin yadında qalıb kubun ölçü vahidi. O var ya, A vur B, sonra üstəcal, A vur C, üstəcal. Yox, vahid deyəndə uşaqlar, vahid bax, uzunluq ölçü vahidləri nədir? Kilometr, metr, santimetr, desimetr, bəli, santimetr, millimetr. Ay, sağ, bu uzunluq ölçü vahididir. Yəni, biz hər hansı bir fiqurun, hər hansı bir nəyinsə də uzunluğun ölçəndə bundan istifadə edirik. Amma sahəni ölçəndə uşaqlar, əslində bu çox geniş anlayışdır da, bəli, daha bir başqa dərsdə buna həsr eləyə bilərik. Kvadrat olacaq, kvadrat sahəni ölçəndə. Nəyə görə? Çünki axı biz bax, adi kvadratın sahəsinə baxın, bura A'dır, bura A'dır. Tutaq ki, bura 5 santimetrdir, bu da 5 santimetrdir, düzdür? Onda bunun sahəsini tapanda 5 santimetr vurulsun
5 santimetr yazanda, bax 5-i 5-ə vuranda 5 üstü 2 eləyir, düzdür? O da eləyir 25. Santimetri Bəli. santimetrə vuranda da santimetrin üstündə 2 eləyir. Bu da belə Bəli. qalır. Santimetr kvadrat. Bəli, kvadrat santimetrdir. Demək, sahə vahidləri olacaq bunların üstündə nə? 2 kvadrat sahə vahidi olanda. İndi bəs həcm də uşaqlar görürsünüz 3 dəfə bir-birinə vururuq. 3 dəfə də santimetrləri və yaxud metr fərqi yoxdur da bir-birinə vursaq, olacaq kub. Kub santimetr. Bəli. Deməli, bunun vahidi nədir? Kub santimetr. İndi biz birinci uşaqlar böyük kubun həcmini tapdıq. Oldu 474.552 kub santimetr. Ay sağ ol. İndi buradan görürsünüz kuboid çıxarılıb da. Ona görə kənarda biz bu kuboidin də həcmini tapmalıyıq. 28-i vuracaq. Bəli. Bəli. Orada 78 daha vurmuşdu, yazmışdı. Cavab 10 santimetrin üstüne 2 yox yazılmalı değil. 2 yox, 3 yazılmalıdır. Bəli, bəli. Uşaqlar, mən biraz çaşdım. Bu birisinə fikrim buna qayıtdı ki, buna baxaq. 28 vurulsun 46, vurulsun 34, düzdür? Bu da elədi nə? 443.792 santimetr. İndi uşaqlar, bizdən deyir ki, qalan fiqurun bu kəsilib götürülüb. Biz də böyükdən bu kəsilib götürülən həcmini çıxsaq, nə qalacaq bizə? Qalan fiqurun həcmi qalacaq. 474.552-dən çıxacaq 43.792-nə. Oldu 430.760. Deməli, cavabımız oldu 430.760 kub santimetr. Kimə aydın olmadı bu dərs? Bəli. Bəli. Evdə şey, şimdi dediniz ya, bu kilometr, metr, desimetr. Onlar 5-ci riyaziyyat kitabında keçmiş axırlardaydı. Bəli, o 5-də də var, 6-da da var. Yox, 5-də, 6-da var da, 7-də də yoxdur. Artıq 7-yə qədər onu yaxşı öyrənmək lazımdır da. Dəftərində yazın, müəllimə də danışmışsınız. İndi istəsəniz, bəli, onu mən danışanda başdan, ümumiyyətlə mən dərsi izah eləyəndə xoşlayıram ki, əvvələ qayıdam. Ümumiyyətlə, riyaziyyat elədi ki, uşaqlar, bu bir zəncir kimidir. Əgər birimiz toplamanı, çıxmanı bilməsək, necə vurmanı bilərik? Və yaxud vurmanı, bölməni bilməsək, qalan misalları necə həll eləyərik? Bircə saniyə aşağı. Adaptörümü bilmirəm, pardon. Hə, uşaqlar, yəni ona görə də gərək ardıcıllıq pozulmasın riyaziyyatda. Mütləq gərək hər şeyi başdan başlayasan, normal toplamanı, çıxmanı, vurmanı, bölməni biləsən ki, və davamlarını da biləsən. İndi yaxşı, deyin görün bu 12-ci məsələni hamı başa düşdü. Bəli. Lap yaxşı. Bu, bəli, buyurun. Bu 5-ci sinifin nə idi? Mövzusu idi. Görək harada qaldıq? Əkobdan, əbobdan qutardıq biz uşaqlar. İndi kimin sualı varsa, bu neçənci sinifdir? 6-cı sinifdir deyəsən. Hə. Deməli, əbobla əkobda gəlin biraz sual cavab eləyək. Görək kimi, nə yadında qaldı? Kəsirin tam ixtisarını da keçdik. Sonra ən ki, ortaq bölən əkobu da keçdik. Hə, əkobda biz kəsirlə bağlı hissəsində qalmışdıq. Hə, hətta bu düsturu da keçdik. Düzdür uşaqlar? İndi deyin görün. Kimin nə sualı var? Birinci onu versin. Sonra mən baxışlayacağam. Kimin sualı var uşaqlar? Bax, nəyə aydın olmayıbsa deyin. Həmişə yerindəcə, o belə söz var, istə-istə. Yerindəcə soruşun ki, sonra o birisindən keçəndə bilməsək alınmayacaq da, yəni yaxşı başa düşməyəcək.
Deməli, baxın, bunlardan biz ötən dərs işlədik. Yenə də təzə qoşulan uşaqlar var. Bəlkə kimsə neysə çətin gəlir, neysə soruşmaq istəyir. Amma bu bəlkə, bilmirəm, çox dərsini atmamışam deyəsən qrupa. Onu atacaqdım. Sonra mən demişdim test işləyəcəyik. Mən də unutdum, siz də unutdunuz. Yox, gələn dərsimizə də hələ vaxtımız var, test işləyərik. Yaxşı, gələn dərs mütləq inşallah çəkib atacağım, işləyərik. Kiminsə Bəli. sualı yoxdursa, biz davam edək. Deməli, uşaqlar, kəsirlərin ortaq məxrəcə gətirilməsi. Bax, ötən dəfə kəsirlərlə bağlı əbob məsələsində keçəndə dedik ki, kəsirlərlə bağlı nə idi əbobla bağlı? Kimin yadında qalıb görün? Bax, nə var idi əbobla bağlı kəsirlərdə? Nəyə görə əbobu tapırdıq? Nə idəndə? Kim deyəcək? Bəli, əbobda indi onun ən böyük bölənini tapırdıq da. Düzdür, o heç. Amma kəsrlə bağlı uşaqlar dedik tam ixtisar eləyəndə, kəsri tam ixtisar Müəllim. eləyəndə. Yadınıza düşdü? Bəli, Bəli, kəsri deyim biz... müəllim. Hə, denə. Elə bildim, bir rəqəmdir, sən 18-ə 6, indi onu belə lap 18-ə 6 deməyək də olmayacaq. Mən bir rəqəmdə onu tək-tək ixtisar eləyəcədən də o olmur da. Bir var, o ixtisar elədiyimiz ədədləri toplayıb promoy ixtisar eləmək. Aysa, yəni uşaqlar, əbobun tapanda bizə rahat olacaq onu tam ixtisar eləmək. Yəni, əbobu tapsaq, biz 32 ilə 8-ə. Neçədir 32 ilə 8-in əbobu? Hə, uşaqlar? 8. Ay, sağ ol. 8. Bəli, bəli. Ona görə də biz tapanda rahat artıq biz bunu ixtisar eləyə bilərik, 8-ə bölərik. Bu olacaq nə? Tam ixtisar. İndi uşaqlar, bəs əkobda nə məsələ var? Gəlin görək, əkob bizə kəsirdə nədə kömək eləyəcək, ona baxaq. Əbob bildik nədə kömək eləyir, indi gəlin əkobda. Baxın uşaqlar, biz bilirik ki, kəsirləri toplayanda, çıxanda, sonra müqayisə eləyəndə bizə nə lazımdır? Müxtəlif əgər məxrəclidirsə, bizə lazımdır ki, onları eyni məxrəcə gətirək. Yəni, onlara ortaq məxrəc tapaq. Burada da uşaqlar, bax, ortaq məxrəc elə əkobun özü deməkdir. Ortaq məxrəc elə əkobun özü deməkdir. Məsələn, bax, 18-də 1 ilə 24-də 1-i toplayır. İndi biz burada elə bir ədəd tapırıq ki, ortaq məxrəc nə deməkdir? Elə bir ədəd olmalıdır ki, bu iki ədəd də o ədədə bölünsün. Bölünsün. Elə bir ədəd tapmalıyıq ki, bu iki ədədin nə olsun? Ortaq bölünəni olsun, bölünəni. Bu da elə əkob deyilmi? Biz dedik axı, əkob ən kiçik, ortaq, bölünəndir. Ona görə. Deməli, yəni biz ortaq məxrəcə tapanda, əgər şifayə tapa bilməsək, onda nə edirik? Ən kiçik, ortaq bölünəni tapırıq. Yəni, kənarda 18-dən 24-ün əkobunu tapanda biz artıq rahat tapmış olacağıq ortaq məxrəci. Və tapdıq mı 72? İndi kəsirləri toplaya bilirik yəqin ki, yenə də yadımıza salaq. 72 tapdıq. Bəs 18-i nəyə vurduq 72 oldu? 4-ə vurduq. Biz də nəyə bilirik? Hansı xassədən bilirik ki, əgər məxrəci vurmuşuqsa, mütləq surəti də vuracaq, düzdür? Bu da kəsirlərin əsas xassəsi var. Kəsirlərin əsas xassəsi surət və məxrəcini eyni bir ədədə vurduqda və ya böldükdə özünə bərabər kəsir alınır. Ona görə də biz əgər məxrəci 4-ə vururuqsa, mütləq surəti də 4-ə vurmalıyıq. Olacaq 72-də 4. Burada da məxrəci 24-də 72-yə gəlməsi üçün uşaqlar 3-ə vurulub. Ona görə surət 3-ə vurulacaq. Olacaq 72-də 4, 72-də 3. Məxrəclərimiz eyniləşdi. O zaman rahatlıqla surətləri toplaya bilərik. Aydın oldu. Deməli, əkyob kəsirlərdə nədə kömək elədi? Bəli. Və indi bəs belə olar ki, məsələn, indi birini ixtisar eləyər, məsələn, orada 14-də A variantında var, birini eləyər, o birisini eləməyək.
14-də A variantında birin hə, bax, axı 72 ilə 36-nın əkobu elə 72-nin özüdür də. Ona görə də bəli, sən onu biləcəksən axı. Bilirsən ki, bax, yazsam əkob, biz keçən dəfə dedik, 72 ilə 36. Burada bir-birinin böləni olanda nə olurdu? Hə, 72 ilə 36 bir-birinin bölənidir. Düzdür, uşaqlar? Biz də dedik birinci ədədlərə nəzər eləyirik. Əgər bir-birinin bölənidirsə, əkob nə olacaq? Nə olacaq əkob, uşaqlar? Mən bir-birini bölən. 72. 70, yəni 72. Yəni bölünən olacaq. Yəni bəli, 72 olacaq əkob bölünən. Çünki bu B, buradakı B. Bu nədir? Bölünən deməkdir uşaqlar. Ona görə də ədədlər bir-birinin bölənidirsə əkob olacaq bölünən. Deməli bunu da 72-yə gətirəcəyik. 36-nı 2-yə vurduq, 70-i gətirdik. Onda 5-i də 2-yə vuracaq, olacaq 10. Ondan sonra da rahatlıqla müqayisə eləyə bilərik. Elə bilirəm ki, kəsirlərin toplamasını, çıxılmasını, müqayisəsini bilirsiniz. Hə, aydındır. Bir əlavə saxla sonra. Yaxşı. Gəlin baxaq görək kimin nəyə ay. Baxın burada misallara uşaqlar. Kimə çətin gələndirsə onu burada yazaq. Qalanlarından evə verərik. Gəlmə. Bəli. Bu 16-da indi aşağıda yazıb əbob 33-dən 34. İndi onların əbobunu tapacağıq. Bəli, indi yaxşı. Mənə deyə görüm 33 ilə 34-ün əbobu nə olacaq? 1. 1. Afərin. Nəyə görə 1 oldu uşaqlar? Çünki Bilməyən onlar varsa iki desin. Çünki onlar iki ardıcıl ədəddir. Onlar qarşılıqlı sadə ədədlərdir. Ona görə düzdür. Bəs əkob 3-dən 5-in əkobu neçə olacaq? Elə oradadır. 1. Yox. Əkobda dedik ki, onların hasili olacaq uşaqlar. Bax burada 15. Bəli, burada 1 olacaq, burada da 15. İndi bunu necə həll eləyək? Baxın uşaqlar, belə oldu. 1-i 1-ə böləndə olsa bu 1 oldu. 1 çıxılsın 15-də 1. 1. Bu da oldu, bəli. 15 14. Çünki 1-in yerinə biz 15-də 15 yaza bilərik, düzdür? 1-in yerinə. Ona görə də 15-də 14 olacaq. Əgər kimə aydın olmursa, uşaqlar sualınızı verə bilərsiniz. Yaxşı, aydındırsa, onda mən ev tapşırığını atım, elə qarşıma çıxmışcan. Deməli, bax, 16-cı tapşırığı atıram sizə. Bəli. Attım. Sonra bir də 15 atım. Müəllimə, Bəli. biz bu tapşırıqları yəni gələn dərs yoxlayacağıq, yoxsa qrupa atacağıq? Yazdığımız Yazıb tapşırıqları. qrupa ata bilərsiniz. Yazın qrupa atın, mən özüm nəzər eləyirəm. Yenə də kim nəyə başa düşmürsə, onu izah eləyəcəyik. Sonra, bax, bu məsələlərə baxın uşaqlar. Bax, sizə verirəm evdə necə. Mən çox məsələ yayda. Çox tapşırıq vermək istəmirəm. Amma siz özünüz nəzər eləyin. Baxın ki, məsələn, bunu heç cürə başa düşmürəm. Neyiniyim? Onu mənə deyin, bir yerdə baxaq. Gəlin, bu 19-cu məsələyə baxaq.
Evdən məktəbə qədər məsafə 300 metrdir. Samirin addımı 60 santimetr, bacısının addımı isə 50 santimetr. Onlar evdən eyni vaxtda çıxıb məktəbə yola düşdülər. Samir və bacısı hərəkətə başlayan anda ayaq izləri yanaşı olarsa, bütün yol boyu daha neçə dəfə yanaşı olar. Neyniyərik burada? Bir fikirləşin görək. Metri santimetrə çevirərik və yaxud santimetri metr. Hansı metr? O heç. O əlbəttə ki, uşaqlar uzunluq ölçü vahidlərini istifadə edəndə misallarda yazanda ölçü vahidlərini eyniləşdirmək lazımdır. Bu öz yerində. Bir də fikirləşin görün. Müəllim 60 nəvənin ababını tapar. Müəllimə mən də burada 360-a böləcəyik. O Samirin addımın sayı 300 metrdə 50 santimetr. Amma indi 300 metri santimetrə çevirib böləcəyik də. Uşaqlar, baxın, indi bir sözlə deyim sizə. Bu məsələlər, bu bək çox məsələlər qarşımıza çıxacaq. İndi gəlin onlar haqqında bir məsələdir bu məsələdə. Bax, əgər desək ki, addım, irəli, bu məsələlər adətən olacaq əkobu tapacağıq. Əkobu. Çünki uşaqlar, əkob böyük ədəddir, düzdür? Və o irəli getdikcə, hərəkət artdıqca o böyüyür. Burada biz əkobu tapacağıq. 50 ilə 60-a əkobu tapıb, sonra baxacağıq davamına. Bir də məsələn deyir ki, payladı, böldü, kiçilən bir şey olanda, yəni mən bunu niyə sizə deyirəm ki, məsələdə ayırd eləyə biləsiniz. Kiçilən bir şey olanda isə necə? 30 mini axırda 30 mini 120-yə bölürük əkobu tapandan sonra. Uşaqlar, çevirə bilərik, çevirməyə də bilərik. İndi gəl hələ 50 ilə 60-ın deyin görüm, əkobu neçə olacaq? 120. Nətər 120 olur? 50 ilə 60-ın əkobunu tapaq. 200. Bu ayaq izlərinin üst-üstə düşdüyü məsafədir. Elə ki, ayaq izlərində yanaşı olan üst-üstə düşən məsafə. 50 ilə 60-ın əkobunu tez tapaq görək uşaqlar. Kim deyəcək? 300. 300. 300. Bəli. Çünki 300 bunların ikisinə də bölünən ədəddir də uşaqlar. 300. 300 santimetrdir, düzdür? Baxın uşaqlar, bayaq dediniz ki, gəl 300 metri çevirək santimetrə. Olar. Amma bu daha da bizə böyüdəcək rəqəmi. Amma bizə 300 santimetri metrə çevirə bilərikmi? Bu daha yaxşı olar. Ədədimiz kiçilər də. Bu eləyər 3 metr. 3 metr. Bunu tapandan sonra uşaqlar, indi 300 metri, yəni ümumi yanaşı olanın da ümumi yanaşı 300 idi. Onu düşmə sayını tapsa 300 metri böləcəyik 3-ə. O da olacaq nə? 100 dəfə. 100 dəfə. Deyin görün bu kimə aydın olmalıdır. Deməli, bax, bir də deyirəm, izah edirəm uşaqlar. Əgər addım, hərəkət, məsələn, böyüyürsə, baxırsınız ki, burada cavab böyüyəcək, belə uzanır da, belə deyim, irəliyə gedir. Bax, məsələdə tutun siz. Bu sizin qarşınıza çıxanda, indi burada əkob əbobu bilirik, amma başqa bir testdə bilməyəcək ki, əbob əkobdur, nə bilirik? Yəni, onu siz ayırd edirsiniz ki, bu əkobu tapır. Amma bir də indi qarşımıza çıxacaq ki, payladı, böldü, görürsünüz ki, böləndə axı bilirsiniz də kiçik ədədlər alınır. O zaman da nəyi tapacağıq? Bu. Gəlin onda 20-ci məsələyə də istəyirsinizsə baxaq. 18-də nə idi? Bəlkə 18-i verim evə. Ya istəyirsiniz baxın uşaqlar. Çətindirsə 18-i də burada işləyək. Evə verin. 20-yə baxaq. Yəni onda 20-yə baxaq, sonra 18-ə də baxarıq. Məktəbə müəyyən sayda kitab hədiyyə olurdu. Bu kitabları hər bağlamada 10, 12 və ya 15 qablaşdırdıqda bütün hallarda 8 kitab artıq qalar. Məktəbə ən azı neçə hədiyyə olundu, kitab hədiyyə olundu.
Baxaq. Deməli, uşaqlar, hə, fikirləşirsiniz özünüz. Deyən var, neyək? Bax, bunlardan testdə var. Bəzi testlərdə bunlardan var. Bunu necə həll eləyir uşaqlar? Necə həll eləyək? Baxın uşaqlar, 10, 12, 15 ədədləri var. Bunların əkobunu tapaq. Əvvəlcə əkob 10, 12 və 15. Bəli, 60. Bu rahatlıq tapmaq yoxsa sağlıq bir də. Kiməsə aydın 68. 60. Qalıq dediyinə görə, bəli, bu artıq qalıq. Qalan bu Nə da gəlir? qalıq. 68. Bəli, üstə gələcək. Belə baxanda çətin görsənirdi, amma çox görsə sadədir. Aydındır. Bəli. Lap yaxşı uşaqlar. Yenə qalan məsələlərə özünüz baxın. Görün, çətindirsə deyin, qeyd edin, burada işləyək. Yox, özünüz işləyə bilirsinizsə, bax, kimin sualı varsa desin uşaqlar. Yaxşı. Burada artıq gəldik, biz çıxdıq ümumiləşdiriciyə. Gəlin ümumiləşdiricidə məsələlər həll eləyə istəyirsiniz. Bəzən uşaqlar məsələlərdən qaçırlar, amma məsələ... Bəli. İndi deyəsən atacaq özün. Hələ 3 dəqiqəmiz var hələ. Hələ 3 dəqiqə var, hə, indi eləyərəm narahat olun. Deməli, uşaqlar, məsələlərdən qaçırıq bəzən, amma gəlin məsələnin canlandırsanız, məsələni gözünüzün qabağına gətirsəniz, məsələnin belə içinə girsəniz, o sizə çox asan görsənəcək. Bax, yəni məsələləri oxuyanda nağıl kimi oxuyub getməyin heç vaxt. Bir cümləni oxu, fikirləş, dayan, neynədin, gözün qabağına gətir, sonra ikinci cümləni oxu. Belə rahat tapacaqsınız məsələni. Burada hansı məsələyə baxaq uşaqlar? Perimetr itibarı olan bərabərliyən üçbucağın bütün tərəfləri sadə ədədlərlə ifadə olunur. Üçbucağın tərəflərinin uzunluğunu tapın. Bu var. Sonra baxın, burada bu məsələlər var. 2 sadə ədədin hasilinə heç bu yarım sadə ədəd deyilir. Fermada hər gün eyni miqdarda. Hansını işləyək? Bax, kim deyirsə, hansını deyirsə işləyək. Kimə çətin gəlirsə, baxın. Misallara baxın. Sonra bax, belə tapşırır. Misallar var, 17. Mən. Bəli. O dən yuxarı qaldırın. Bəli. Burada 12. Tapşırıq 15-də var, 22-də 1, 30-da 1. Onlar necə həll olunur? Aha. Baxın uşaqlar, dedik nəyin tapırıq? Əkobu tapmalıyıq, düzdür. 22 ilə də 33. Necə ədədlər? 66-da 5. 66-da 5. 66-da 5, düzdür. Çünki əkobunu tapacağıq. 22, 66 bunların əkobudur. 22-ni istəyirsə bir də yazım. 66 biz əkobu tapdıq 22 ilə 33-ə, düzdür. Sonra 22-ni 3-ə vurarıq, 33-ü də 2-yə vurarıq. O zaman bunu da 3-ə vuracağıq, bunu da 2-yə vuracağıq və toplayacağıq. Baxın uşaqlar, burada var qarışıq ədəd. Qarışıq ədədin nə olduğunu bilirik. Bax, var, bəli, adi kəsir. Bax, bu 75-də 11 kəsir ədəddir. Artıq bura tam da əlavə olanda qarışıq. Niyə qarışıq deyirik? Çünki həm tamı var, bu tam hissəsi, bu kəsir hissəsi. Hər ikisindən olduğuna görə, bəli, buna qarışıq ədəd deyirik. Mən təzədən indi zoom atıram, uşaqlar. Qoşulun, vaxtında qoşulun.